Azərbaycanda Ay kız переживает da insan bir dakika gözlüğünde Allah da ben de eləyəm. Narahat olma. Ay kız sıxmadı sen sıxdıkça ayaqlar əzdi. Vallahi mən daha önce əzə bastırıb mən çıxasacam burada bir dəqiqə. Mindim maşın üstə getdim mənə var. Hoje sigareti, üçüncü sigareti çəkir orada. Salam Avtobox izləyiciləri, bugünkü verilişimizə xoş gəlmisiniz. Bugünkü verilişimizin qonaqları Azərbaycanda ilk qadın motoklubu olan Sparkle Angels'ın prezidenti və vitse-prezidenti Sevil xanım. Xoş gəlmisiniz Hoş bizim gördük. verilişimizə. Dəvətiniz üçün çox sağ olun. Buyurun özünüzü təqdim eləyin. Bizim izləyicilər sizi tanısın, bilsinlər. Danış. Mən Sevil, Sparkle Angels klubunun prezidentiyəm. 4 ilə yaxındır ki, moto sürürəm. Özüm idmançıyam, həm də məşqçiyəm. Mənim adım Səma, также mən Sparkle Angels klubunun vitse-prezidentiyəm. Уже 5 ilə yaxındır ki, bike sürürəm. И также polis akademiyasını qurtarmışam и indi gözəllik sferində işləyirəm amma. Necə oldu ki, motosikl sürməyə belə qərar verdiniz, həvəs yarandı? Necə deyirlər? Bu hisslərə qapıldınız da belə deyək də yəni. Mənim uşaqlıq arzumdur, sadəcə gerçəkləşdirə bilmirdim. Yəni ki, bildiyiniz kimi Azərbaycanda biraz o stereotiplər o qədər yəni ki, məşhur deyil qadınların moto sürməyi. Yəni fikirləşirdim ki, heç vaxt bağlı olmayacaq. Amma ki, demək olar ki, bu 4 ildə gerçəkləşdirmişəm bu arzumu və çox gözəl də qarşılanır. Bəs siz Səma xanım? Mən uşaqlıq arzum deyil idi Sevildəki kimi. Mən prosta maddi büdcəm buna icazə verirdi və bir moment ağlıma gəldi ki, Azərbaycanda belə bir şey yoxdur və belə moto mədəniyyət falan. Mən başlayanda sürən qızlar çox az idi. Ona görə mən fikirləşdim ki, maşın götürmək yerinə təzə mototsikl götürüm. O vaxt mən də zənnimcə az idi. Çox adam moto sürən xanım yəni risk halda görərdi şəhərdə. Bəs yaxşı ilk dəfə sükan arxası keçəndə nə istə yaşadınız? Yəni işə sükan arxası keçmisiniz. İlk dəfə o deyəndə dedilər, daha yəni oturursunuz, başlayırsınız idarə eləməyə də necə bir his keçirdiniz? Mən noyabr ayında başladım sürməyə, ona görə soyuq idi ki, ilk başa düşdüyüm o idi ki, maşından fərqi odur ki, daha soyuqdur, daha qalın geyinmək lazımdır. Amma həyəcanlı oldu, yəni adrenalin dolu olur. Əslində yox, qorxu yox idi. Məndə şəxsən qorxu hissi yox idi. Mən başlayanda məqsəd qoymuşdum ki, bu məndə alınacaq. Ona görə demək olar ki, qorxu hissi yox idi, sadəcə nəzərə almaq lazım idi hər şey. Məqsəd varsa, nəticəsi də gözəl olur. Bəs Sevil xanım sizdə? Məndə birinci çox fərqli bir hissdir. Çünki mən 12 ildə avtomobil idarə edirdim və birdən-birə motorun üzərində tam fərqli nəqliyyat vasitəsidir. Biraz mənim üçün qəribə gəlirdi. İlk başlarda qorxmağa başladım. Çünki məndən mexanika idarə eləmişdim. Bunun üçün yəni ki, tarazlıq problemi də var idi. Məsələn, velosiped falan mən ömrü boyu sürməmişəm. Amma ki, yoluna qoydum və hal-hazırda sürürəm. Bir çətin olandan sonra, asanlaşandan sonra danlayıb gəlir. Çox çətinlik çəkmədim, amma ki, yəni ilk başlarda var idi o. Bəs cəmiyyətin qadın motosikl sürənlərə baxış tərzi necədir? Necə bir baxırlar, necə bir reaksiya göstərirlər? Hardasa dayananda, svetoforda dayananda, məsəl üçün hardasa bir obyektin amma saxlayanda, düşəndə, minəndə necə bir şey göstərirlər, reaksiya? Mən kimi çox gözəl reaksiyalarla qarşılaşmışam. Həmişə yəni xoş qarşılayırlar və aqressiv qarşılayan heç kimlə rastlaşmamışam hələ ki. Bəs ən çox eşitdiyiniz stereotiplər hansılardır? Həmişə belə göstərirlər, çox yaraşır. Sual veriblər ki, təhlükəli deyil ki. Və bir də ən çox roluma görə mənə sual verirlər. Belə rahatdır sənə. Turnik. Doğrudan rahat deyil. Hə, çox rahatdır. Normalda yəni aşağıda olmadan sonra yuxarıda olmaq daha asan. Mənim üçün çox rahatdır. Mən rayonlara falan gedəndə çox rahat gedib gəlirəm. Onda Səma xanım sizə çətin olar belə aşağıda olmaq rolu? Yox, mən əksinə sevirəm o krevetka formasında gedib gəlməyi. Ona görə mən rulla aşağıdan nə qədər olsa, mənə daha xoşdur. Sevildəki. Məsələn, belimi əyib otura bilmirəm. Dik oturma, hə. Mən elə daha rahatdır. Hətta kimə necə rahatsa, yəni bugünkü gündə də elədir. Yəni kim necə sürürsə, ya daha rahatsa elə də sürür. Spark Angels klubu necə yarandı? Və haçan yarandı? Bu bizim qızlarla tanışdığımızdan başladı. İlk başlarda biz
xanımlar var idi. Ortaq cəhətdən birləşdik sürmək üçün və belə qərara gəldik ki, xanımların birliyi yaradaq, klubun yaradaq. Çünki bizdə kişi klubları həddindən çoxdur. Çoxdur, normal. Qadın motoklubları isə demək olar ki, yoxdur. Yəni qadın sürənlər var idi tək-tük. Yəni ki, demək olar çox azına rastlaşırdıq və biz bir-birimizi görəndə demək olar ki, çox sevinmişdik həqiqətən. Yaxşı. Və belə bir qərara gəldik ki, biz də belə bir klub yaradaq, xanımlardan ibarət. Bura sırf üzv xanımlar olur və ancaq xanımlar qəbul olunur. Bəs hansı illərdə təxmini başlandı? 2023-ün sonları idi. Soyuq aylarda biz tanış olmuşuq və hamımız bir-birimizlə və daha sonra klubun üzvləri artıbdır. Fərq dəyişilib də, artılıb da. Əlbəttə ki, klub yarandan sonra həvəslər artır. Təbii ki. Almaq istəyəndə alır ki, belə bir şey varsa, daha da şey eləyir də, belə deyim, Və deyim. kişi klubları arasında artıq xanımlar klubunun olması daha bir fərqli bir hiss yaratdı. Bəli. Və deyərdim ki, çox gözəl qarşılandı. Bəs klubun əsas məqsədi nədir? Klubun əsas məqsədi xanımlar arasında, necə deyim sizə, motoya həvəsi, moto mədəniyyəti təbliğ eləməkdir. Yəni qadınların həm birlik şəklində sürməsi, bir-birlərinə yardım eləməyi, moto mədəniyyəti inkişaf elətdirmək bilmirəm. Çünki digər ölkələrə baxanda, məsələn Amerikadır, Rusiyadır, digər Avropadır, orada moto mədəniyyət daha çox, Türkiyənin özündə də moto mədəniyyət daha çox inkişaf edir. Bizdə isə hal-hazırda da inkişafa doğru gedir. Və əvvəlki illərə baxanda bizdə indi moto sürənlərin sayı çoxalıb, xanım moto sürənlərin sayı çoxdur. Yəni ki, biz 5 il, 4 il bundan qabaq başlayanda çox az idi. Amma indi maşallah çox günü-gündən artır, həvəs artır. Bəli, sevindirici haldır məncə də, yəni fərqlilik qatır ən azından. Klubda qadınlar və bir-birinizə dəstək olurlar. Hər mənada belə deyək də. Çox yaxşı. Bizdə dəstək necə olur? Misal üçün biz kluba gələndə qızlara bütün qayda qanunları izah eləyirik və klubun məqsədi birlikdir. Hər bir xanım bizim klubda olan, biz ona maddi, mənəvi dəstək göstərməyə çalışırıq. Misal üçün nəyisə ehtiyacı olsa və yaxud qəza anında elə elementar klubun üzvlərinə yığsaq, kim daha yaxındır, o daha tez hadisə yerinə gəlir. Və ya misal şəxs həyatında olan problemlərin gəlib klubun üzvləri ilə danışa bilər. Yəni bir ailə kimi. Yəni dəstək deyiləndə hər bir halda dəstək eləmək danışır. Maddi, mənəvi, yəni hər bir halda dəstək. Güvvəmiz çatdığı qədər. O əlbəttə ki, o da düzdür, elə də olmalıdır. Bəs sürərkən, moto sürərkən belə deyək də, ən unudulmaz xatirələr hansısa bir səfər yeri gedəndə, hansısa bir rayona, hansısa bir açılışa gedəndə, hansısa bir maraqlı bir necə deyirlər, situasiya yaşanır. Yeni ildə, yanvarın 1-də. Yanvarın 1-də çox soyuq idi əslində. Biz Gəncəyə getmişdik, böyük bir dəstəyi. Təkcə qadın klubu deyildi, orada kişi klublarımız da var idi. 2 kişi klubuydu və bir də biz xanımlarla ibarət. Danışıb gelmişdiniz, onu da yəni sözləşib. Təbii ki, biz evə danışıb birlikdə gedirik və çox soyuğa düşmüşdük. Hacıqabulda, demək olar -5. Və xəstələnib qayıtdıq. Hamımız. Bəs onda qoruyucu əlcəz olmur, alicəzad istəyirsə ki... O dərəcə soyuqda yox. Olmur, o dərəcə soyuq. Avtomobildə isidici var, bizdə amma 4 tərəfimiz açıqdır. Maşallah. Və mən onu əldə edəndən sonra çox xoşbəxt oldum ki, sənin yerin yox idi ha. Vallahi heç. Motolarınız haqqında ümumi bir məlumat verərdiniz. Sürdüyüm motosikl Harley Davidson Safety Deluxe modelidir. Mən ilk başda sürməyə başlayanda hər ikisini yoxladım və mənə uyğun klassika gəldi. Və bundan qabaq mənim başqa motosiklim var idi, o da klassika idi. Bu isə mənim ikinci motomdur və xəyalımın motosudur. Yəni ki, çox möhtəşəm motodur. Çox gözəldir, əlbəttə, mən də bəyənirəm. Bəs Səma xanım, sizdə? Məndə daha çox sevda sport motosikllarıdır. Mən klassik motosikilləri başa düşmürəm. Ona görə məndə 2 dənə motosikildir. Biri bildiyiniz kimi Kawasaki-nin ambasadoruyam. Bu Kawasaki-nin mənə verildiyi motosikildir. Ninja 400. Bir dənə də sport motosiklim var. Orada 400 kubluqdur. Çalışıram hər ikisini də sürüm, hər ikisinə də vaxt ayırım. Sizcə maska sürmək qadınlar üçün təhlükəlidir yoxsa yox? Yox. Ona mən cəsarət deyərdim. Elə bir şey yoxdur. Yəni onu cinsə ayırmaq lazım deyil. Moto sürmək hamı üçün təhlükəlidir. Eyni anda onu nəzərə almaq lazımdır ki, bu nəqliyyat vasitəsi dünya standartlarına əsasən
ilk nömrə ən təhlükəli nəqliyyat vasitəsi kimi sayılır. Çünki burada olunan səhvlər, burada qəzada yaranan momentlər heç yəni ömrün boyu səninlə qala bilər. Ona görə yəni qadına aid olmayaraq hamı üçün təhlükəli bir nəqliyyat vasitəsidir. Mən deyirəm ki, avtomobildən daha çox motorlar cəsarət tələb eləyir. Onu düz deyirsiniz, yəni oturanda hər şeyi ağılla başdan fikirləşmək lazımdır. Motosikla belə az yaşdan başlamaq lazım deyil. Biz də misal üçün o daha çoxdur indi az yaşlılar oturur, başlayır motosikl sürməyə və ən çox qəza səbəblərini elə o az yaşda olan beyninə, düşüncəyə görə olur. Amma nə qədər olğun, nə qədər sən yəni oturuşmuş insan oturur motorun arxasında, yaşı artıq 30-dan yuxarı insan daha yəni ağılla idarə eləməyə çalışır. Yəni beyin təmiz olmalıdır belə deyək. 17-18 yaşında motor idarə edəndən 30-40-50 yaşında adam tamam fərqli düşüncələr. Fərqli düşüncələr də olur da. Bəli. Çılğınlıqdır, yəni belə şeylər var, xırda şeylər. Yaş faktorları öz sözünü deyir. Bugünkü gündə belə deyək də, ölkəmizdə müəyyən festivallar, eventlər keçirilir də, yəqin ki bilirsiniz, özünüz də iştirak edirsiniz. Məsələn, onlarda nəyə bəyənirsiniz, nəyə bəyənmirsiniz? Məsələn, sizin üçün yerlər çox yüksək vəziyyətdə yerlər ayrılırmı? Olub da bir nəsə gəlib dayandır orada. Məsələn, onlar ixtisara düşüblər. İnciyib gedənlər olubdu, daha çox bəyənənlər olubdu. Sizə necə yəni təsir bağışlayır həmin eventlər? Valla bizdə tədbirlərdə ən çox motorlarla əlaqəli tədbirlərə gedirik. Düzdür, maşınların da təşkil elədiyi, bizi dəvət elədiyi tədbirlərdə olmuşuq. Hələ ki təzə anlayışdır onlar üçün motorların onların tədbirində iştirak eləməyi. Biraz yəni xamlıq var. Məncə də, çünki yəni hələ ki yəni o tam formalaşmıydı. Mən tam məsələn lap axırıncı tədbirdə motorlara qarşı yerləşdirilməsi falan məni qane eləmədi, açıq deyil. Bilirdim elə də olacaq. Çünki nə qədər olmasa da insan hiss edir, görür. Və məncə də bunu gələcəkdə düzəltsələr təbii ki, çünki bizdə olar. bu təzədir. Hətta belə festivalların, tədbirlərin keçirilməyi bizdə təzədir. Yəni əslində çox gözəl bir şeydir. İnsanlar məsələn əvvəllər belə tədbirlər keçirilmirdi bu qədər. Başa düşmək olar da, ən azından olar da ki, yəni ki o yavaş-yavaş inkişaf eləməlidir. Deyəcəm gədik yola. Hələ deyən də sən də, buna adaptasiya olmuşam, qoyun deyim də. Gələcəkdə klubunuzun yeni layihələri, yeni addımları belə deyək, nəsə planlar haqqında nə düşünürsünüz? Yəni, əslində klubumuzun böyüməyini istəyirik. Nə qədər çox olsa, nə qədər böyüsə bizim üçün daha da xoş olar. Çünki biz Azərbaycanda ilk qadın motoklubuyuq və biz qızlara örnək göstərmək istəyirik bizim klubumuzla, bizim klubun üzvləri ilə ki, belə moto mədəniyyət sferasında belə bir xanımların birliyi var. Gələcəkdə planlarımız, arzularımız, planlarımız odur ki, nə qədər böyüsək, daha belə tanınmış klub olaq və getdikcə o birisi ölkələrdə bizim filiallarımızın açılmağı, başqa qızların bizə dəstək olmağı. Çünki bizə Rusiyadan çox gözəl dəstək gəlir bir xanım motoklublarından. Eyni anda bizim Azərbaycanda olan bütün o oğlan motoklubları bizim arxamızdadır, bizə çox gözəl dəstək göstərirlər. İlk biz açılandan ancaq xoş sözlər eşitmişik və həmişə bizə qarşı dəstəkləri çox olub. Onlar da çox sağ olsunlar buradan. Sağ olsunlar, həqiqətən bu sevindirici haldır. Yəni, bundan sonra həvəskarlar var da, hansı ki, motosikl almaq istəyən qadınlar var ki, onlara məsləhətiniz nə olacaq? Məsəl üçün, alın ya almayın, yəni belə bir şeylə məşğul olmaq. Məsələn, biz maşın həvəskarıyıq, məsələn, bizi deyirik ki, məsələn, alınırsa, belə maşınlar alın, bu qədər xərc çıxacaq. Buradan hər bu videoya baxan xanıma demək istəyirəm ki, bizim Instagram səhifəmiz, bizim TikTok səhifəmiz var və onların hamısına yazıb, misal üçün, motosikl sürürsünüzsə və yaxud motosikl sürməyə marağınız varsa, bizə müraciət edə bilərsiniz. Bilmirsiniz, hara təlimə getmək lazımdır, biz təlimlərə yönəldirik. Sürə bilirsinizsə və misal üçün sizə maraqlıdır bizim kluba, necə daxil olmaq olar, bizdəki qayda qanunlar nədir, bizə yazıb, biz hamısını sizə normal, düzgün şəkildə izah eləyəcək. Biz takjı qızları dəvət eləyirik bizim iclaslara. Qızlarla otururuq, danışırıq, bir yerdə yola çıxırıq.
Onu demək istəyirəm, biz insanları sayına görə yox, iminli keyfiyyətinə görə seçirik. Yəni hansı motosikl sürməyi, hansı motosikildən başlamağı, hansı modelə daha çox üstünlük verməyi, eyni anda oğlanlar da o sualları bizə yaza bilər. Onun heç bir problemi yoxdur. Amma burdan hər bu videoya baxan qıza, kim motosikl sürmək istəyirsə, kimin buna marağı varsa, müraciət edirəm, bizə yaza bilər. Biz həmişə dialoqa açıq. Elə. Bəs Sevil xanım, siz bu haqqında nə düşünürsünüz? Yəni məsləhətiniz nədir gələcək nəslə, həvəskarlara? Həvəskarlara ilk başdan başlayarkən təlimlərə yazılmalı ən vacibdir. Yəni ki, kimsə öyrətsin falan, belə şeylər eləməsinlər. Çünki elə öyrənən insanların əksəriyyəti qəza edir və həmin qəzaların fəsadları çox böyük olur. Çoxu ayağını itirir, qolunu itirir, şikəst qalır. Yəni ki, böyük fəsadlar yaşayır elə adamların əksəriyyəti. Qorumalarını alsınlar, kaskdır, daha doğrusu müəyyən qollar, dirsəkliklər falan, bunlardan istifadə eləsinlər ilk başlarda. Sport sürənlərə isə bu daha vacibdir, yəni ki, qoruyucu geyimləri geyinmək. Məncə də, yəni tək motosikl deyil, yəni buna bir adrenalin kimi maşının özü olsun. Səbirli olmaq lazımdır, yəni ki, motor səhvləri bağışlamır. Yəni biz motor sürərkən maşından fərqli olaraq daha diqqətli oluruq. Maşında gedərkən telefona baxa bilərik, digəri söhbət edə bilərik, amma motorda bizim elə bir şansımız yoxdur. Orada olmur da, yəni. Fikrimiz yolda olmalıdır və biraz kənara baxanda artıq görürsən ki, qabağda çönəndə başqa çox bir pis nəticələnə bilər, düzdür. Eləcə də avtomobilin özü olsun, yəni müəyyən adrenalin kimi, həvəskar kimi baxmaq lazım deyil də. Bunun özü də belə bildiyimdə bir mədəniyyət kimi. Məncə elə bir qəbul etməlidir insan. İstər motor olsun, istər avtomobil olsun. Əslində motor haqqında bizim insanların çox pis fikirləri var. Yəni ki, motor mədəniyyət o qədər də formalaşmamışdır. Yəni insanlara bunu düzgün şəkildə izah eləmək lazımdır ki, yəni o qədər də motor sürənlərə Amerikada falan orada biraz quldur elə bir təəssürat yaratmışdı. Yəni narkotik, siqaret çəkən və yaxud da ki, içki içən çox belə insanlar kimi yanaşırdılar motor sürənlərə. Amma hal-hazırda yəni ki, o qədər nizamlı, intizamlı, dövlət işində işləyən, işi gücü yerində olan adamlar var ki, hobi kimi motordan istifadə edirlər. Çünki iş vaxtı o qədər stres yaşayırıq ki, yalnız bu stresi məsələn əksəriyyətimiz motor sürərək atırıq. Hissə və çox köməkli olur. Çünki bugünkü gün demək olar ki, hər kəsin həyatı streslidir, iş şəraiti falan çox stresli keçir. Eləcə də bizdə, yəni biz avtomobillə onu hansısa bir məsələn yuyanda eləyəndə, idarə eləyəndə, hansısa bir acı mən məsələn belə deyim, özüm haqqında deyim ki, mən hansısa bir festivala iştirak etmək mənim üçün böyük stres atmaq kimi bir şeydir şəxsən. Çox adam demir, deyir, yox məsələn festivaldır, heç bu gün getmirəm. Maraqlı deyil belə, amma mən orada xüsusən edən beynimi boşaldıram oraya, yəni təmiz. Beyin, zihin boşalır. O da gözəl bir şeydir, bəli. Çox gözəl beynimiz dincəlir. Uzaq yol sürürük, yəni ki, deyim ki, çox böyük zövq alırıq. Normalda amma insanlar yorulur. Mən maşından, motor alandan sonra mən maşından rayonlara getmirəm, demək olar ki. Demək olar ki. Ancaq motor ilə gedirəm. Motor alandan sonra başqa maşın sürmək istəmir adam. Çünki bu yeganə nəqliyyat vasitəsidir ki, sən pulu ilə vaxtını alırsan. Yəni, lüboy, tıxac nədir, probka nədir, heç nə bilmirsən. Yəni, ümumiyyətlə, hara istəyirsən, lüboy vaxtda çıxırsan. Misal üçün, maşın sürənlər fikirləşir ki, saat 6 oldu, çıxmayım şəhərə, indi hər yer probkadır. Bizim üçün elə problemlər yoxdur. Vaxtını yəni çata bilirsiniz. Saat fərqimiz yoxdur. Nə vaxt istəsək çıxırıq, nə vaxt istəsək fikirləşmirik, qətiyyən. Bizim kimi. Конечно, var. BMW znakını yaxınlaşdırarsan. Конечно, bu Esmin arar. Və Allah'tan maraqlı bir sual var ki, motosiklet sürürsünüz, yol gedərkən namus kulağınızdan və yapmaq ümumiyyətsə, çətinliklə... Maraqlı sualdır. Yol gedərkən kimsə risk qapını açır, sizə təhlükə vəziyyət yaradır, ümumiyyətsə, O qədər. Ümumiyyətlə. Mən əslində musiqi dinləməyi sevirəm çox. Mən motorun səsindən zövq alıram. Yəni uzaq yola gedəndə daha çox xoşlayıram. Musiqidən daha çox motorun səsinə qulaq asmağı. Həqiqətən də hər birisi. Beyni çox sakitləşdirir. Məndə yox. Mən mahnıya qulaq asmasam, mənim ürəyim sıxılır yoldan. Mən də. Maşına çıxsam mahnıya qulaq asmam. Mahnı olmasa, o
İmin sürətdə okey nəsə səs olar, amma bizdə səs boğucularda çox böyük cərimə olduğuna görə məndə yox. Amma niyə ki, onun da qanuni tərəfləri var, mən deyərdim. Nə bilim, Məsələn üçün, biz də avtomobilləri səs bozucular quraşdırırıq, eləyirik. Məsələn üçün, normal tələbləri pozmamaq şərtindən quraşdırırıq. Onun heç bir cəriməsi yəni yoxdur. Yəni kimsə deməsin ki, məsələn çox gənclər sual verirlər, deyirlər məsəl üçün də bu adi motorun özü olsun ki, mən filan quşda səs çox çıxacağına. Ona görə müəyyən qanunlar var şansı ki, onların ölçülür. Səs səviyyəsi, desibel ölçülür, ona uyğun, yəni icazə verilir onu yəni quraşdırmaq. Həmçinin də maşın, yəni avtomobil olsun, fərq eləmir. Yəni o da gözəl bir fikirdir ki, yəni düzdür, musiqinin öz yeri var, mən belə deyərdim. Mən də musiqi qulaq asam. Yəni storylərdən yəni görürsüz də. Mototsiklların bir minusu ondadır ki, bizi çox sıxırlar yolda, misal üçün. Qaydalar, necə deyək düzgün onu? Valla mən sıxan yoxdur. Səni bilmirəm. Qaydalar bütün insan sağlamır, deyil mi? Əksinə mənə yol verirlər. Məni çox sıxırlar, ona görə heç deyə bilmərəm. Xəta balasını məndən uzaq edər. Yox, həm də görünüşü vahiməlidir mototsiklin. Yəni bir baxanda məsələn bu sport motosiklə baxanda məsələn baxırsan ki, yəni o qədər də yəni vahimələr görsənmir. Faktda, yəni bu ancaq sürət üçün. Olanı deyirəm mən. Amma məsələn Harley-yə baxanda vahiməli duruşu var. Hələ bunun indi biraz açıq rəngli, çox da mənə bir şey görsənmir. Amma bunun tünd rəngləri var ki, məsələn mən görmüşəm. Bu Harley-lər var ki, çox dəli bir şeylərdir yəni. Sraz bilinir klassika sevəndir. Çoxdur. Mən bəs motosikl idarə edərkən telefonda necə çətinlik yaradırsa, yəni idarə eləmək, telefonla istifadə eləmək, müəyyən diqqət. Telefonda görürsünüz belə qablar var. Və zəngləri qəbul etməyə, danışmağa, mahnı qulaq asmağa interkom deyilən görürsünüz kaskın üzərində. Yəni ki, bir qrupu var. Biz onunla telefonla danışırıq və yaxud da ki, zəngləri qəbul edirik, mahnıya qulaq asırıq. O birbaşa olaraq bizim telefonumuza qoşulur və zəngləri qəbul edir. Mahnıya qulaq asırıq, bu cürdür. Maraqlı qurğudur. Yəni mən bu bilmirdim, indi öyrəndim. Həqiqətən elə bir şey olmağını. Mən də baxırdım, İçində səs yolda görürdüm. olur, qulaqları olur. Yəni hər şey mahnıya qulaq asa bilirik, zənglə danışa bilirik. Yəni bunun üçün əlavə qulağa, yəni qulaqçıq taxmağa ehtiyac yoxdur. Amma zəng gəndə animet baxırsınız da, yəni telefon ekranına. Orada özü artıq elə olur ki, müəyyən vaxtdan sonra özü qəbul edir və burada yəni düyməsi var. Basırsan, zəngi qəbul edir artıq danışırsın. Misal üçün elə şey var ki, hər tutacaq, telefon tutacağı mototsikl üçün uyğun olmur. Çünki mən misal üçün əvvəl 11 Pro Max işlədirdim və adi tutacağı qoydum telefonumun arxa kamerası başladı işləməməyə. İminin mototsiklın rulu əsir deyə. O əsmədən kamera başlayır, iPhone-ların kamerası başlayır bir müddətdən sonra işləməməyə. Yəni nə qədər mototsiklın üstünə telefonu az qoysan iminin rul hissəsinə, onda daha yaxşı olar. Çünki o əsmədən başlayır kameralar bir müddətdən sonra işləməməyə olur. Belə deyim, bayklarınızı harda qulluq edirsiniz? Servisi olsun, ondan sonra belə deyək də, detailing təmizlənməyə olsun. Necə harda qulluq? Təmizləməyə avtoyumalarda. Avtoyumalarda. Su yer yoxdur motosikletlər üçün. Yox, nədir? Amma motolara qulluq olan ustalar fərqlidir. Yəni ki, fərqli ustalar var, müxtəlif. Məsələn, məndə İmini Harley Davidsona baxan ustalar var, biz də onların yanına aparıram. İşlərin peşəkarıdır da, mən belə deyirəm. Razısınız da yəni ki, onlarla? İşləri əladır, təbii ki. Yəni, mənim istənilən vaxt aparanda yanlarına qəbul edirlər və çalışırlar məni tez yola salsınlar, xanım olduğum üçün. Onda belə demək, bilməyənlər də bilsin ki, yəni bu çoxdan var da, yəni belə ustalar. Təbii ki. Yəni peşəkar ustalardılar. Motonu gətirirlərsə bura, deməli ona qulluq edici usta da olmalıdır orada. Bir var məsələn ustalar yeni başlayır, yeni əlini açar alır, filan bir deyir bazarmaq da, yəni lubitel kimi. Təcrübəlidir yəni. Təcrübəli ustalardır. Təcrübəli ustaların yanına aparıb və kifayət qədər də yaxşı başları çıxır. Bəs Səma xanım sizdə necə? Məndə də eyni, mən ustalarla biraz problem yaşadım. Çünki mən bir müddət tək sürürdüm ilk başlayanda və ustalarla problem yaşayıb bir ustadan o birisi ustanın yanına gedirdim. Çünki bəziləri səhlənkar olurdu, bəziləri işləmək istəmirdi. Hər yerdə olduğu kimi də işivin başının üstündə dayanmasan heç kim sənin işivi görən deyil. Bir müddətdən sonra çox yaxşı ustanı tapdım. Hüseyn, buradan səni salam. Salam deyirəm. Hələ ki çox məmnunam. İndi nə problem olsa həmişə onun yanına aparıram. O da eyni Sevilin ustasının yanında öyrənib. Onun učeniki kimi, tələbəsi kimi.
Ona görə hə. Bəs belə deyərəm, uzun müddət yəni idarə edirsiniz də, bu belə deyək də, elə olub ki, heç hansısa problem yaranıbdı, onu özünüz bilirsiniz nə problem yaranıb. Ya usta yaparmısınız ki, bu problemdir, ya özünüz aradan qaldırmısınız, olur belə bir şey? Özünüzün aradan qaldırmaq deyəndə mən akkumulatorumu kodlamışam, bir həftə kodlamamışam. Yəni açmışam akkumulatorumu kodlamışam. Akkumulyatora perimuçkanı da mən tapmışam bir dəfə. Özünüz yana nəsə eləmişsiniz də belə deyək. Yatıb danış o məsələni. Ağşəhərdə mototsiklin yatmışdı, mən qayları gətirdim qara. Qayıda gətirmişdik, biz oturmuşduq. Ne pimiska verməyə də, yəni nəsə aradan qaldı, nəsə eləməyə çalışmısınız da, yəni onun nöqtə nəzərdən deyirəm. Gözəl bir şeydir. Sağ olsun. Çünki müəyyən müddət sürdüyünüzdə ki, çox şeyi bilirsən də, yəni biləm, məsələn, avtomobil sürmüşəm 5 il. Məsələn, məndə bir həftə sürülməyəndə, eləməndə, məsələn, xarica falan gedəndə, artıq gələndə əlavə məsələn, akkumulatoru kodlamaq lazımdır artıq. Açıq kodlamaq lazımdır, artıq onu bilirəm. Xırda məsələn, detallarda işığı falan yanmırsa, onları çalışıram ki, onlara görə ustaya getməyim. Amma ki, belə, yəni ki, ustalar sağ olsun, nə vaxt ağzı açıram, mənə kömək edir. Məndə də eyni məsələn, nəyi bilməsəm, Hüseynə sırası bilsən ki, bu niyə belə eləyir? Jimdən var, niyə hamısını deyirdim, Hamısını izah eləyir, ürəyim rahat olur. Sürdükcə artıq onu öyrənirsən, Mən də onu motosikl deyirəm. başa düşməyə başlayır. Çünki avtomobil deyil əldir. Hə, yəni bilirsən ki, nəyi, necədir, nəyə hardadır, öyrənirsən. Yəni biz biraz qadınlar üçün bu yad nəqliyyat vasitələri biraz fərqlidir. Biz daha çox gözəllik, saç falan belə. Təbii, dırnaq, bunu sorsanız göz yumulu deyərik. O heç də o şey. Məndən sorsalar ki, bu dəqiqə yüzə nə qədər üçün heç bilmirəm. Yəni yalan nə deyim ki. Nə qədər olsam adam yəni sürücü idarə edə şey öyrənir də. Kimsə at satmağı, nə bilim, kimsə avtomobil idarə eləməyə, kimsə velosiped idarə eləməyə, tədricən sürdüyü şey. Yəni mən məsələn bu motomu Amerikadan gətirdikdən sonra təkərlərin ölçüsünü öyrəndim, nəyi necədir, harda yerləşir, bir-biri öyrənməyə başladım. Ustanın yanında mən də artıq öyrənməyə başladım onları. Hardan zakaz edirsiniz, gətirdirirsiniz, harda nə olur? Yəni nəyi necə adlanır, rulu neçə inkdir. Çünki məndə burada ölçülər inkdən gedir. Yəni digər nəqliyyat vasitələri Amerika standartlarına uyğun olaraq gedir. Yəni onların hamısını öyrənməyə başladım artıq. Maraqlıdır. Buradan belə deyək, avtomobil sürənlərə hansı müraciət etmək istəyirsiniz? Daha diqqətli olmaqların, telefona baxmamaqların sürəndə. Çünki çox moment elə olur ki, mən misal üçün tıxacda dayanmışıq da. Mən keçmək istəyirəm, görürəm ki, TikTok, Instagram, YouTube, hər şeyə baxır, amma yola baxmır da bu insan. Eyni anda güzgülərdən istifadə eləməkləri, pavarotniklərdən istifadə eləməkləri o çox vacibdir. Çünki biz onların arxası ilə gələndə bizim tormos momentimiz daha azdır, nəinki maşında. Biz istədiyimiz moment qabaq tormuzu sıxa bilmirik, biz istədiyimiz arxa tormuzu sıxacaq, arxası başlayacaq getməyə, qabaq tormuzu sıxacaq, anidən prosto sırası yıxılma ehtimalı daha çox alır. Ona görə pavarotniklərdən istifadə eləmək, güzgülərə baxmaq, bilirəm ki, maşınlarda çox kör nöqtələr var və biz bəzən kör nöqtədə oluruq və bizi görmürlər. Ona görə eyni anda güzgüdə yox, başını da döndərmək lazımdır, baxmaq sağa və ya sola keçəndə. O cəhətdən biraz diqqətli olmalı. Bizi çəkərkən, bir də görürsünüz kameralarla o çəkmənizdə çox yaxın gəlirlər və bizim üçün təhlükəli şərait yaradırlar, hədsiz. Hətta. Və bir də görürsünüz, elə manevrlər edirlər ki, yəni dönmə işığını yandırmır, yəni ki, qabağımızdan keçirlər. Yəni biz onları gözləmirik də və bizim üçün çox təhlükəli şəraitlər yaradırlar. Mən də belə buradan müraciət etmək istərdim ki, çalışın şərait yaradın. Ümumiyyətlə, ümumi moto sürənlərə şərait yaradın, yollarda yol verin, arxa, yan güzlərini tez-tez istifadə edin. Baxın, yəni oldu olmadı, baxanda mən görmək olur gəlməyə. Ancaq mən də görürəm, yüngül barı sağa çəkirəm, hələ edən var ki, moto sürən var da, yəni siqnal ver keçir bölümdən. Yəni deyirlər ki, yəni çox sağ ol deyirlər ki, yəni görürsünüz yol verirəm də, yəni. Yəni biraz şərait yaratmaq lazımdır. Bir-birimizin ziddinə getməkdir, bir-birinə çətin vəziyyət yaratmaqdır. Bu şeylərə gərək enirləməyək. Ümumi avtomobillər olsun, şərt yəni moto deyil. Deməli əziz izləyicilər, bugünkü bölümümüzün sonuna gəldik. Sizə də minnətdaram. Sevil xanım, Səma xanım, xoş gəldiniz. Yəni çox sağ olun, saydınız, dəvət elədiniz. Çox xoş oldu, çox maraqlı söhbətimiz oldu. Şükran dostumuza da minnətdarım bildirirəm ki, belə bir şərait yaradıb bizə və yeni əməkdaşlığımız yəni xeyirli olsun deyirəm. İnşallah gələn bölümdə görüşənə qədər sağ olun, salamat qalın. Suda. Ala durum da qurban sədəsi keçirmək istəyirəm. Bayaqdan ancaq elə tanış. Freezer, I'm big as a beater. Fuck on a diva, I'm hot than a fever. Put dope on 1 liters, more stripes than a dealer.